Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Salamlayırıq sizləri. Biz bu günlərim sizə Cəlilabad rayon diagnostika mərkəzi haqqında danışacağıq. Onu qeyd edim ki, değerli izləyicilərimiz, Cəlilabad rayonunda yerləşən diagnostika mərkəzi haqqında bizə dayanmadan məlumatlar gəlir. Yəni bizim qaynar xət nömrəmizə, WhatsApp qaynar xət nömrəmizə məlumatlar gəlir və istədik ki, bu məlumatları sizin nəzərinizə çatdıraq. Və eyni zamanda onu da qeyd edim ki, biz qarşı tərəf olaraq qarşı tərəfində öz mövqeyini işıqlandırmağa hazırıq. Hələ ki, yazılan, bizə göndərilən məlumatları anonim olaraq saxlayırıq. Onu mütləq qeyd edək və mən orada baş verən və eyni zamanda həmən diagnostikada qoçuluq eləyən şəxs haqqında danışacağım. İzləmədə qalın. Dəyərli izləyicilərimiz, baxın, Cəlilabad rayon diagnostika mərkəzində tim mühafizə xidmətinin rəisi və eyni zamanda təbibin, yəni tibbi sığortanın orada mühafizəçisi var, növbə rəisi var. Mən bu adam haqqında danışacağım. Bu adam, bizə yazırlar ki, bu adam orada işləyən şəxslərin hər birin boğaza yığıb. Bu adam orada qoçuluqla məşğuldur. Və eyni zamanda bu adam tələb edir ki, hər şey burada şəffaf və qanuna müvafiq olsun. Bəli, biz bunu alqışlayırıq, bu hərəkətini. Ancaq özü qanun pozuntularına yol verir. Bizə gələn məlumatlarda bu qeyd olunub. Deməli, yazırlar ki, dəyərli izləyicilərimiz, Cəlilabad rayon diagnostika mərkəzində özəl şirkət Tim MMC mühafizənin rəisi Allahverdiyev Fərid. Yəni, sözü gedən şəxs Allahverdiyev Fəriddir. Bu barədə danışırıq biz. Diagnostikanın təbibin daxili mühafizəsində tam ştat növbə rəisi vəzifəsində fəaliyyət göstərir. Tam ştatda işləyir bu adam. Eyni zamanda Tim MMC mühafizə xidmətində də növbə rəisi çalışır. Yəni, bu adamın adı iki ştatda gedir. Bu, özü qanuna müvafiq hərəkət edirmi? Orada olan şəxsləri qanun tələb edir. Və eyni zamanda yazılır ki, atası Allahverdiyev Etibar eyni yerdə, yəni Tim MMC-də bölmə rəisi kimi fəaliyyət göstərir. Ancaq 2 ildən çoxdur ki, işə çıxmır. Bu adam sözü gedən Allahverdiyev Fəridin atasıdır. Düz eşidirsiniz, dəyərli izləyicilərimiz. Və eyni zamanda yazılır ki, qardaşı Allahverdiyev Fəhmin Cəlilabad rayon diagnostika mərkəzində fəaliyyət göstərir və bunlar bütün ailəlikcə dövlət büdcəsini mənimsəyirlər. Necə deyərlər? Həmin diagnostikanı öz ailə şirkətinə çeviriblər. Və Tim MMC-nin direktoru İlham Manafovun və Cəlilabad rayon mərkəzi xəstəxanasının direktoru Namiq Həsənovun bu özbaşınaçılığından xəbəri var. Amma nədənsə buna göz yumur. Çox maraqlıdır. Niyə elə edirsiniz? Hörmətli Namiq Həsənov. Eyni zamanda İlham Manafov. Sizlərə səslənirəm. Qeyd olunur ki, bax, belə şəhid ailələri və qazilərin haqqı mənimsənilir. Ona görə ki, bu şəxsin bütün qohumları, öz ailə ansamblları yığıb öz başına, şəhid ailələri və qazilərimiz qalır bir tərəfdə. Sonra da deyirlər ki, diagnostikada vakant yer yoxdur. Çox maraqlıdır.
Dəyərli izləyicilərimiz, Cəlilabad rayon diaqnostika mərkəzində Allahverdiyev Fərid orada mühafizəçiləri çox sıxışdırır. Yəni bunu nəzərinizə çatdırım. Bir sözlə orada Allahsızlıq eləyir. Ora gələn insanlara incidilir. Yəni bunu mən demirəm. Burada yazılan məlumatlar deyir və onu da qeyd edim ki, necə deyərlər, qarşı tərəf kimi mövqeyini ictimailəşdirməyə hər zaman hazırıq. Bax belə dəyərli izləyicilərimiz, mən ümid edirəm ki, bu videodan sonra həmin diaqnostika mərkəzinin mühafizəçisi Allahverdiyev, üzr istəyirəm, Fərid idi deyəsəm. Allahverdiyev Fərid özünə bir çəki düzən verəcək. Bu insanları əzməkdən, insanları orada Allahsızlıq eləməkdən çəkinəcək və hər şey şəffaf şəkildə olacaq. Hörmətli Allahverdiyev Fərid, mən sizi başa düşürəm. Bizim hər birimiz Azərbaycan Respublikasının qanunvericiliyinə tabiyik. Lakin siz, burada qeyd olunur ki, atanız 2 ildən çoxdur ki, həmin sizin rəhbərlik etdiyiniz mühafizə xidmətində, mühafizə heyətində çalışır, ancaq işə çıxmır. Kimsə də orada sizdən icazə alanda və yaxud nəysə eləyəndə siz deyirsiniz, yox, eləyə bilmərəm və burada hər şey şəffafdır. Zəhmət olmasa, əgər şəffafdırsa, sualımıza cavab verin. Niyə atanız 2 ildən çoxdur ki, işə çıxmır? Yoxsa siz öyrəşmişsiniz havayı maaş almağa? Allah'a əmanət olun, özünüzdən müvəyyət olun. İnşallah növbəti videolarımızda görüşərik.